Şiə məzhəbinin böyük alimlərindən olan Sistaninin Qurana zidd fətvaları. O fətvalar hansılardır? Videonu sona qədər dinləyin. Bax, şəkildə gördüyünüz şəxs həmin adamın özüdür. Bu sayt da onun özünün sual-cavab saytıdır. Daha doğrusu sistani.org saytı ona məxsus olan bir saytdır. Orada bunun fətvaları, verilən suallar və verilən cavablar burada yerləşdirilir. Girib özünüz də axtarıb tapa bilərsiniz. Burada sual nədən ibarətdir? Öncədən izləyicilərdən üzr istəyirəm. Burada çünki intim münasibətlərdən söhbət gedir. Amma Qurana zidd olan söhbət gedir. Qurana ziddiyyəti hardadır? Videonu sonuna qədər dinləyin. Sual: həyat yoldaşımla anal seks edə bilərəmmi? Yəni arxa hissədən edə bilərəmmi? Cavab: qadının razılığı ilə icazə verilir. Lakin Ayətullah Sistaninin fikrincə bu əməl məkruhdur. Deyir, qadın razıdırsa eləyə bilərsən, amma Ayətullah Sistani deyir ki, məkruhdur. Məkruh da haram deyil. Məkruh yəni eləyə də bilərsən, eləməyə də bilərsən, amma eləməsən daha yaxşı olar. Amma eləsən də heç bir problemi yoxdur. Heç bir gün problemi yoxdur, çünki bu haram sayılmır. Digər suala baxaq. Sual: sağlam evlilikdə oral seks icazəlidirmi? Cavab: qadının razılığı ilə icazə verilir, lakin mayeni udmaq haramdır. Bax, burada görsən deyir, haramdır. Amma burada nə deyir? Məkruhdur. Yenə burada deyir, oral seks, yəni ağız, qadının ağız nahiyəsinin yəni əri istifadə eləyə bilər. Amma qadının deməli kişidən gələn mayeni başa düşdünüz də nəyi? Qadın udmamaq şərti ilə. Çünki Sistani deyir ki, onu udmaq haramdır. Bəli, həqiqətən də digər məzhəblərin hamısında onu udmaq haram sayılır. Digər suala baxaq. Sual: həyat yoldaşımla cinsi əlaqənin hədlərini bilmək istəyirəm. Yəni nə qədər irəli gedə bilərik? Cavab: cinsi əlaqədə heç bir məhdudiyyət yoxdur. Ona görə də bu iki evli şəxsdən asılıdır. Menstruasiya və doğuşdan sonraki qanaxma istisinə olmaqla tam orqazm yaşaya bilərsiniz. Burada menstruasiya, yəni qadının çox güman heyz vaxtından söhbət gedir və doğuşdan sonra qanaxma vaxtından söhbət gedir ki, bu zaman yaxınlıq edə bilməzsən. Amma digər bir deməli açıqlaması var. Burada biraz ziddiyyət var. Buna baxaq. Digər sual: qadın cinsi əlaqədən başqa ərinin boşalması ilə nəticələnən hər hansı bir hərəkəti edə bilərmi? Cavab: bəli, heç bir maneə yoxdur, yəni qanunsuz deyil. Sual, digər sual: əgər qadın heyzli olarsa, bax burasını diqqətlə dinləyin. Əgər qadın heyzli olarsa, əri hər iki tərəfin istəklərini təmin edərkən onunla cinsi əlaqədə ola bilərmi? Cavab: heç bir maneə yoxdur, yəni qanunsuz deyildir. Burada sual çıxır ortaya. Yuxarıdakı fətvada deyir ki, qadın menstruasiya dövründə onunla yaxınlıq etməyin. Düzdürmü? Bir də doğuşdan sonraki qanaxma vaxtında. Burada harada keçir bu? Burada. Deməli, cinsi əlaqədə heç bir məhdudiyyət yoxdur. Ona görə də iki evli şəxsdən asılıdır. Menstruasiya və doğuşdan sonraki qanaxma istisna olmaqla tam orqazm yaşaya bilərsiniz. Burada deyir ki, yaşaya bilərsən, amma menstruasiya və qanaxma doğuşdan sonra onda olmaz. Amma burada nə deyir? Deyir ki, əgər qadın heyzli olarsa, əri hər iki tərəfin istəklərini təmin edərkən onunla cinsi əlaqədə ola bilərmi? Cavab: heç bir maneə yoxdur, yəni qanunsuz deyildir. İndi sual çıxır ortaya. Əri heyzli qadını ilə necə cinsi əlaqədə olacaq? İki variant var. Anal, yəni arxa hissdə, bir də oral, ağız hissdə. Buna da zaten yuxarıdakı fətvaları oxuduq, buna icazə verir. Anala da icazə verir, orala da icazə verir. Bunu harada icazə verir? Bu fətvada. Yəni sual: həyat yoldaşımla anal seks edə bilərəmmi? Cavab: qadın razılığı ilə icazə verilir. Deməli ki, heyzli qadınla cinsi əlaqədə, yəni ön hissədən olmamaq şərti ilə ağız hissədən, arxa hissədən ola bilərsən. Amma bu Qurana ziddir. Quranın hansı ayəsinə ziddir? Bəqərə surəsi 222-ci ayəyə zidd olan bir burada açıqlamalar var. Gəl görək Bəqərə surəsi 222-ci ayə nədir? Səndən heyz barəsində soruşurlar. Deyə, bu əziyyət verici bir haldır. Heyz vaxtı qadınlarda cinsi əlaqədən kənar olun və pak olmayınca onlara yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da. Baxın, ayə nə deyir? Deyir, heyz vaxtı qadına yaxınlaşmayın. Bunu mən demirəm, Bəqərə surəsi 222 deyir. Heyzli qadına yaxınlaşma. Heyz bitdikdən sonra isə buyurulmuş yerdən onunla cinsi əlaqədə ol. Yaxşı, şimdi sual verirəm. Bunu ayə dediyi halda Sistani qadına, oralı, analı hardan çıxardır? Plus,
Oralı analı bir tərəfə qoysaq, heyzli qadınla cinsi əlaqəni hardan çıxartdı? Axı Quran buna qadağa qoyur. Deyir, yaxınlaşma. Yəni, Sistani mi düz deyir, yoxsa Quran mı düz deyir? İndi biz hansına inanaq? Bax, şəkildə gördüyünüz şəxs. Quran deyir, olmaz, heyzli qadına yaxınlaşmaq. Sistani deyir, olar. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Fikirlərinizi əxlaq çərçivəsində yazmağı unutmayın. Və burada şəffaflıq olsun deyə mən bu səhifədə nə paylaşılırsa, siz qəbul etsəniz də, etməsəniz də, səhih olsa da, zəif olsa da fərq etməz, amma hər şeyin mənbəsi verilir. Mənbəsi verilir, özünüz də gedib araşdıra bilərsiniz. Mən bu sual-cavabı da oxudum sistani.org saytından. Gerisini sizə buraxıram, özünüz düşünüb, özünüz qərar verərsiniz. Çox sağ olun, abunə olub, bəyənib, paylaşmağı da unutmayın.